Salam dostlar, mən Elvin Musayev. Sizə Charles'in kitabxanası haqqında məlumat vermək istəyirəm. Charles'in kitabxanası mütəmadi baş çəkdiyim kitabxanalardan biridir. Bura mütəmadi baş çəkməyimin əsas səbəbi gözəl mühitin olması, həmçinin maraqlı insanlarla tanış olmaq və təbii ki, kitablardan yararlanmaqdır. Kitablardan həm satın alaraq yararlanmaq olur, həmçinin burada oxu zalında kitabları götürərək oxumaq, endirimlə kitablar əldə eləmək, kitablar kirayə götürmək mümkündür. Ona görə də mən qeyd edərdim ki, Charles'in kitabxanası Azərbaycanda bir nömrə kitabxanalardan biridir, hətta birincisidir deyə bilərəm. Buna görə Charles'in yaradıcılarına İsmail Rızvanoğlu və Ruslan Səlimə təşəkkür eləmək istəyirəm. Bundan başqa bütün günlər daxil olmaqla, yəni bazar günü daxil olmaqla kitablara cürbəcür endirimlər edilir və bu da təbii ki, Azərbaycanda sosial mühitin aşağı olmasını nəzərə alsaq və kitab almaq biraz çətin olduğundan endirimlər tələbələr üçün çox əhəmiyyətlidir. Ona görə hər birinizi bura gəlib həm kitab almağa, həm oxu zalından istifadə eləməyə, həmçinin yeni insanlarla tanış olmağa dəvət edirəm. Bundan başqa qeyd edeyim ki, burada gitarımız da var. Bu gitardan əgər ifa eləməyi bacarırsınızsa gəlib bu gitardan da ifa eləyə bilərsiniz. Və bundan başqa Charles'in kitabxanasında çay, kofe pulsuz sizə təqdim olunur. Yəni oxuyan insan üçün bütün şərait yaradılıb. Yalnız sizin gəlib burada bu şeylərdən yararlanmaq qalır və hər birinizi dəvət edirəm. Diqqətiniz üçün çox sağ olun. O, əla.